Olsun ki, mən küçə süpürəm, sən də evini süpürürsən. Sən də kiməsə ərə gedib onun evində hambalçılıq edirsən. Əgər süpürgəçiliyi hambalçıq görürsənsə, sən də gedib süpürürsən, narahat olma. Düz çöl qapısının ağzına qədər qonşular da görür səni. Onda belə çıxır ki, sən də süpürgəçisən, ay xanım. Belə çıxır da. Yəqin bu tıçıb üstündə oturanlardandır. Bilgəhə salamdır, bilgəhə salam. Fikir vermə. Конечно, fikir vermə. Prosta təhqir edir. Ona görə deyirəm ki, süpürgəçiliyi lap tutaq. O mənim cəzam deyil, işimdir. Dur, mən lağa qoyacaqsınız. Nə var ki burada? Hər bir qadın həyatında kişi ola bilər. Biri ilə ayrılıb, beşi ilə də danışa bilərsən. Zaten pozğunçuluq eləmirik ki, gedib yüzün qucağında oturmuruq ki. Nə var ki burada? Belə çıxır ki, siz süpürgəçi qadınları lağa qoyursunuz. Sabahınız bilinmir nə olacaq, başınıza nə gələcək. Allah pis kişilərə lənət eləsin. Atamın evində olarsan Cinderella, ara gedib olarsan Cinderella. Bilmək olmaz, bugün sən həyatını çox gözəl yaşayırsan atamın evində, sabah sən həyat nələrə vadar eləməz. O heç kim bilə bilməz. Heç kəs deyə bilməz onu. O qədər pulu, pənəsi olan yuxarıdan gedən adamlar görmüşük ki, 10 manata möhtacdır indi. Böyük heç vaxt danışmayın həyatda. Allah Taala böyük danışan insanları sevmir. Və unutma, başına gətirər Allah. Başa düşdün? Durub mənə deyirsən, qeyb küçələri süpürsən, zor eləyirəm, süpürürəm. Mən valla TikToka gəlməmişdən qabaq sənətim olub. Ayıb da bilmirəm, demişəm də, tualetə qədər də təmizləmişəm. Nə olub ki, ayıbdır və ya, yaxşı eləmişəm. Qeyb kimisə ərin qucağında oturmamışam ki. Bəsdi deyil, narahat olma. Xoşu gəlməyən bassın bayra. Bəli, mənim poxum dadlıdır, yeyə qutarmırlar. Düz 7 ildir yeyirlər, hələ də istəyirlər davafqasını. Gündə 3 post, 4 post göndərirəm. Restoran atsaydım satışı partlamışdı. Əl çəkmirlər məndən. Bu bəziləri. Yaxşı. Dəyməz valla. Конечно dəyməz. Burada təhqir söyüşlər yazırsa, hər kəs öz evinin aynasıdır. İnanın Allaha. Atanızın anavıza dediyi sözləri, anavızın atavıza dediyi sözləri, evdə valideynlərimizin süfrə başında dediyi sözləri və yaxud da yoldaşınızın sizə dediyi sözləri siz burada nümayiş elətdirirsiniz. Mən lap tərbiyəsizəm, lap sizin gözünüzdə əxlaqsızam. Sən o sözü mənə yazmaqla sən əxlaqlı olmadın. Sən deməli o sözü yazmağı bacarırsan, sən sabah burada oturub işlədə də bilərsən və realda da işlədirsən. Mən burada baxın, normal insanlara görə bir də icazə yoxdur söz söyməyə görə söymürəm. Əvvəl yaşım az idi, uşaq idim. Söyürdülər, atvetim verirdim, söyürdülər, atvetim verirdim, söyürdülər, atvetim verirdim. İndi vermirəm. Sən niyə? Sən kimi qaşı qaldığa görə niyə normal insan mənim söyüşümü eşitməlidir? Niyə sənə görə mənə kimsə naşirlikdən baxmalıdır? Sən küçədə qalmışa görə. Sən çünki tərbiyən odur, mərifətin odur. Sən evində onu görmüsən. Sən atan anavın sözləri deyib, sən də gəlirsən bu sözləri bizə deyirsən. Və yaxud da səninlə danışan elə danışır. Süfrəvin başında o sözləri eşitirsən, başqa söz eşitmirsən. Çünki sənin qarşındakı insan mədəniyyətsiz, tərbiyəsiz, əxlaqsız, lap dünyanın ən pozğun insanı olsa belə, bəs sən tərbiyəvən olub ki? Və sən tərbiyəndə də problem var. O sözü bura yazan gəlib sabah burada oturub istifadə də edə bilər. Deməli, yanırsan, cızdağın çıxır. Ətrafın da budur, kuruğun da budur. Üzünə tüpürənlər. Sən də qızıvı yanında söz söymüşsən. Sən də qızıvı yanında söz söymüşsən. Söz söymüşəm, bəli, danmıram ki. Zaten indi söyləyirəm, 2-3 ildir, yox söymürəm. Söymüşəm, durduq yerdə girib mənə salam verənə deməmişəm, sən vali yoxuvu. Girib uşağımı, körpə uşağımı söyblər qucağımda cavabını vermişəm. Amma görürəm ki, dəyməz. Çünki bəzilərimizə çatmır. Dəyməz. Sizə görə əsəbləşməyə, istənməyə bəzilərimizə görə dəyməz. Polisin qorxusuna söymürsən. Bəli, polisin qorxusuna söymürəm. Sən qorxmursan polislərimizdən. Belə qorxuram. Sonra sən qorxmursan. Qorxmursansa get açıq səhifə ilə gəl məni söy.
Get profilini aç, anavın, atovun, nəslinin şəklini qoy, şəxsiyyət vəsiqə və adın, soyadın nədir onu qoy, gəl məni söy. Get də. Get qorxmursansa fake-lə yox, orijinalla gəl məni söy. Görüb söyə bilərsən? Get gəl. Moda ehtiyac yoxdur. Mən burada artıq yazanlar heç vecimə belə deyil. Mən çoxları vecimə belə almıram. Mən əvvəlki ləman deyiləm. Mən heç vecimə deyil. Düz fikir verirəm mən onlara. Onlar hürməyindədir. Mən oturub özüm üçün öz həyatımı yaşayıram. Yanırlar. Çünki əlləri mənə çatmır. Yaxud da gör məndən necə pis vəziyyətdə yaşayır ki, mənə söyür. Xoşbəxt insan gəlib burada mənə söyməz. Deyər, əşri, nə inir eləsin, öz həyatım mənə dacır. Çünki öz həyatım maraqsızdır. Bədbəxtdir. Özü də çevrəsində bədbəxtçilik yaradır. Fikir verirsiniz, insan özü xoşbəxt olanda ətrafına da xoşbəxtçilik yağdırır. Və yaxud da enerjin pis olanda ətrafına da yansıdırsan. Söz da bunlardır da aşkım. Ərləri başına sığal çəkməyənlər, nə bilim xəyanətə uğrayanlar, bir xoş gün görməyənlər, artıq yazanlara aiddir. Özü bədbəxt. Nə bilim, belə. Gəl burada artıq danışır ki, sənin də qanını qaratsın. Gör nə qədər normal insan var. Normal insan normaldır, gülür. Çünki normaldır, girib ürəyi açılsın, kef açılsın. TikTok onun üçündür. TikTok sən mama papaqdaran verişi deyil. TikTok onun üçündür. TikTok əyləncə platforması. Bəzi başıboşlar bunu başa düşmürlər. Xarici dingilliyib şortiklə atlanıb düşəndə deyirlər, zır, bomba, bizimki eləyəndə çıska, bunun akımına bax, çıska, sən Allah qidot yerində, gör bunu yazan, bu akımı bomba eləyəcək, biz pis elədikdə buna xoşuna gəlmədi. Türkiyədə cəmaət uşağına səhifə açır, partladır səhifə. Fenomen edir uşağı, bax bu boy düzdür, bələyindən, göbək kəstisindən, düz ərə gedənə kimi. Bizdə uşağı yanıva qoyan kimi, hələ baxırlar, bu uşağı niyə bunun əlindən almırlar, uşağı da, gör belə realda, belə telefondan qıraqda siz uşaqlarınıza belə çox gözəl tərbiyə verirsiniz, belə uşaqlarınızın tərbiyəsinin yanından belə keçmək olmur, mərifətindən, qanacağından, belə bilsən necə, adam istəyir ki, belə balaca uşaqlarınızı aparsın, qoysun universitetə. Siz belə elə danışırsınız burada bu uşağı tərbiyə vermir deyə. Elə bilsin uşaqlarınızın tərbiyəsində belə gül yağır, gül. Tərbiyəsiz burada əxlaqsız danışan, kimisə uşağında nəsə nöqsan görən valideynlərin uşaqları olardı. 15-16 yaşında 10 bunun hamamında cəmaatın arvadını güdənlər. Sən kimləri çox görmüşük. Qaşqal bax, ged evindəkin qiriyyətin, namusun tərbiyəsini çəkir. Siz bunu niyə açıq əminliklə danışıram? Çünki evində uşağına tərbiyə verən valideyn heç vaxt girib tərbiyəsizəmsə mənim canlımda o sözü istifadə eləməz ki, bu məni görər, mən ağzına gələn deyər, mənim tərbiyəm ona yan verməz ki, o mənə bu canlıda artıq söz desin. Başa düşdün? Çünki sənin özün bəllisən nəsən. Elə sənin verdiyin uşağına tərbiyə də bəllidir. Sən yazdığın yazışmalardan. Başa düşdün az? Dingiş. Başa düşdün? Sənin kimi tərbiyədən danışanlar elə günü bu gündə yaxşı görürük. Bildin az? Sən burada gəl, mən ağzıma gələn yazsa şükür Allaha mən evimdə oturmuşam, namusumdan, qiriyyətimdən. Sən kimi küçələrdə, klublarda qalmamışam. Bildin az? Başa düşdün az? Dingiş. Sən kimi küçələrdə, klublarda qalmamışam. Saat 01:22 evimdə işiyimdəyəm. Başa düşdün? Başa düşdün az? İstəsəm eləyərəm də. Ərim yox, qaynanam yox. Belə pis çıxmasın, nəyimsə yox ki, kimləsə çəkinim. Başa düşdün? Ged işinlə məşğul ol. Git, gəlib bu tərbiyəsiz sözləri ged özünə saxla. Mən tərbiyə öyrədəcək ən axırıncı insan sənsən. Qaşqaldaq. Evimə salanda səndən bir yerdə salmışdım. Svabodlu qadına ürəyim istədiyini eləyərəm. Ərim ol evimə kişi salmamışam. Ərimə xəyanət eləməmişəm. Ərim mənə telefonda tutmayıb. İraq olsun az. Cındrella, fızqırdayız buradan. Göbə oğlanla tanış olanda gedib nerede oynayır ancaq. Dur fızqırdayız buradan. Bunlar məsciddə namaz qılırlar. Bas bərə. Əşrəf nə oldu? Əşrəf işin nə olmalıdır həyatımda? Nə gözləyirsən? Ayrılmağımı gözləyirsən? Otur belə. Əşrəfdir, ərləriniz sizə maraqlıdır, yapışmışsınız bu Əşrəfdən. Gerək əşrəf olmağını sübut eləmək gözüm canlı yayımda göstərim. Göstərmirəm ay bacım. Niyə göstərim ki? Cadu əməl eləyəsiniz, fitnə fisat eləyəsiniz. Onsuz da bütün gün cadulardadır şəkillərim. Elə belə qalın qıraqdan. Bilməsəz yaxşıdır elə. Yaxşılardan qıraq adam ibnələrin əlindən heç nə göstərə bilmir. Allah iraq eləsin. Sənin uşağın, mənim uşağımın tərbiyəsi bu TikTokda hamıya bəllidir.
Mənim uşağımın tərbiyəsindən hamı danışır. Başa düşdün? Mənim uşağım məndən icazəsiz əlini heç nəyə uzatmır. Mənim uşağım o cür nə tərbiyəli uşaqdır. Başa düşdün? Evin içində belə məndən icazə alıb nəsə götürür o uşaq. Sən gedəsən uşağın tərbiyəsindən danış. Mənim uşağımın tərbiyəsi hər kəsə bəllidir bu TikTokda. Heç kəs mənim uşağımın tərbiyəsinə birdən artıq söz deyə bilməz. 6 yaşı var, o uşağın gör necə tərbiyəsi var. Yeri gələndə uşaq da heç nəyi qanmır. Sən kimlərin uşaqları yerdə özüncür, bunu istəyirəm. Mənim uşağım heç vaxt əlini uzadıb nəyəsə məndən icazəsi şey eləyə bilməz. İcazə alar, bunu alaq, almayaq. O yaşda uşağa, o tərbiyəni mən vermişəm, başa düşdün? Sən ged öz uşağın tərbiyəsindən danışas. Gəl sən də mənim ay tərbiyəsiz deyəm mənə, uşağımı qoy mənim uşağımla yan-yana. Mən də uşağımı qoyum sən. Görüm hansımızın uşağı daha tərbiyəli olacaq. Səhv deyirəm, dünən səhv deyirsən də. Cəmaata bəllidir mənim uşağımın tərbiyəsi. Başa düşdün? Cəmaat mənim uşağımın tərbiyəsindən danışır. Elin gözü tərəzidir, hər şeyi qıraqdan görür.